Hər kəsə salam. Bu gün iftardan sonra uşaqdan böyüyə hamının sevdiyi firni bişirirəm. Firni üçün qazana 4 stəkan süd, 4 xörək qaşığı düyü unu və 3 xörək qaşığı şəkər tozu əlavə edirəm. Topaq qalmaması üçün yaxşıca qarışdırıb ocağa yerləşdirirəm. Əlimi saxlamadan qarışdırıram. Qarışım bərkiməyə başlayanda 1-2 dəqiqə daha qarışdırıb ocağı söndürürəm. Firnini qablara töküb soyumağa qoyuram. Soyuduqca biraz da qatılaşacaq. Mən üzərinə darçın səpdim. Amma siz istəsəniz nar, qoz ləpəsi və ya gülab da əlavə edə bilərsiniz. Və budur. İftardan sonra yüngül, amma ləzzətli şirniyyat istəyənlər üçün ideal seçimdir. Hazırlayan hər kəsə nuş olsun. Videonu bəyəndinizsə şərh yazıb tanışlarınızla paylaşmağı unutmayın. Hələlik.